Look at the pictures. Make up a story according to the pictures in the given order. Şəkillərə baxın, verilən ardıcıllıqdakı şəkillərə görə hekayə qurun. Write at least 35 words. Ən az 35 söz yazın. Və biz 3 şəkilə diqqət etsək, verilən şəkillərə əsasən nümunə cavab kimi bu şəkildə bir hekayə qura bilərik. Barbara and Colin always help parents with household chores. Barbara və Colin həmişə valideynlərinə ev işlərində köməklik göstərir. Barbara washes the dishes and Colin wipes them. Barbara qabları yuyur və Colin onları qurulayır. Barbara dusts the furniture and Colin vacuum the floor. Barbara mebelin tozunu alır, Colin isə döşəməni toz soranlayır. When mom and dad come home from work in the evening, they praise their children. Ana və ata işdən evə axşam gələndə onlar uşaqlarını dəyərləndirir, tərifləyirlər, qiymətləndirirlər kimi verə bilərik nümunə cavab kimi.